Noyabrın 20-sindən Azərbaycan Hava Yolları Azal, hava nəqliyyatında portativ şarj cihazlarının daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur. Bildirilir ki, bu qərar lityum-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb. Yeni qaydalara əsasən, təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır. Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz. Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır. Onlar sərnişinin yanında ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır. Yalnız zavod markalaması olan nominal tutumu 100 volt per saatədək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir. Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 volt per saatədək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 volt per saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır. Sərnişinlərə tövsiyə olunub ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri, həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.